Aprel ayının 19-u günü keçirilmiş ümumi sınaq 7-nin ingilis dilindən izahı. Gəlin birinci dinləməni dinləyək. Dinləyəndən sonra sualın cavablarına baxarıq. So, you'd better decide which university course you're going to do, Julia, as you simply can't delay this any longer. But I'm in no hurry, Dad. The main point is that I know I'd be elated to do business studies. Although a lot of my friends, especially Anna, says it sounds so boring. What is she going to study? Film studies. It does look exciting in comparison. I can see that business studies might sound dull to your friends, Julia, but you know, that's far from the truth. I know. And don't forget that with business knowledge, you might find it much easier to get a job. I'm sure your friend Anna will enjoy doing film studies, and in case she's lucky, she'll get a job she enjoys. However, there's a shortage of jobs in the film industry. So if I were her, I'd look for a different course. You're probably right, but it is what Anna wants to do. Oh, I find it really difficult to make up my mind. Don't you think that business studies will be a bit burdensome for me? Of course not. Did I tell you Jim Brooks will employ me in their accounts department in the summer holidays provided that I choose business? I told him I really enjoy working with numbers, and of course, I always got good marks in math at school, not like French, which I never did well in. Well, what about economics? That might interest you more, and you might find a job working for an international bank or organizations. I've never thought of that, as no one at college has ever suggested economics. I'll go and look up some information on the internet right away. You're such a help. Thanks. Gəlin indi sualların izahına baxaq. Birinci sualda deyir ki, which of the following questions does the dialogue answer? Verilən hansı suala dialoq cavab verir? What subject does Julia hate most? Julia ən çox hansı fəndən nifrət edir? Ən çox hansı fəndən nifrət elədiyini demir, sadəcə fransız dilində o qədər də yaxşı olmadığını deyir. How much time Anna got for making up her mind? Nə qədər vaxt lazımdır ki, qərara gəlsin? Bu sualın da cavabı yoxdur. Who is Jim Brooks? Jim Brooks'un kim olduğunu demir, amma Jim Brooks'un ona iş təklif elədiyini deyir. What does Julia's best friend want to study? Julia'nın ən yaxşı dostu nəyi oxumaq istəyirdi, nə üzrə təhsil almaq istəyirdi? Bu sualın cavabı var. Julia'nın ən yaxın dostu film industri üzrə təhsil almaq istəyirdi. So, what is the name of the university that Julia has chosen? Julia'nın seçdiyi universitetin adı isə yoxdur. İkinci sual. Answer the question according to the dialogue. Diyaloqa əsasən suala cavab verin. What does her father say about business studies? Atası business studies, yəni business təhsili haqqında nə deyir? Heç nə, atası deyir ki, yəni bu sahəni seçmək onun gələcəkdə iş tapma şansını daha çox artırır. This field is losing its popularity. Bu sahə öz məşhurluğunu itirir. Səhvdir. It may be a main barrier in finding a job. İş tapmaqda əsas baryer ola bilər, maneə ola bilər. Yox. It is useless for this branch. Yəni bu sahəni seçmək lazımsızdır, faydasızdır. Yenə də yox. It will raise her chances in job search. Yəni iş axtarışında onun şanslarını artıracaq. Bu düzgündür. He thinks it is dull. O düşünür ki, bu darıxdırıcı, bu işə səhvdir. Keçək üçüncü suala. Complete a sentence according to the dialogue. Cümləni diyaloqa əsasən tamamlayın. Julia's father recommends her to think about economics as Julia'nın atası ona məsləhət görür ki, ekonomikanı, iqtisadiyyatı oxusun. Nə kimi? She will find it easy to study. Çünki oxumaq ona rahat gələcək. Yox, oxumaq rahat gəlməsi ilə bağlı demir oxusun. It will enable her to find a job on an international level. Beynəlxalq səviyyədə iş tapmasına kömək edəcək. Bunu düzgündür, bu cavab düzgündür. C-də deyir ki, most of her friends are going to study it too. Dostlarının əksəriyyəti də bunu oxuyacaq deyə. Xeyr. It's a very profitable field. Çox gəlirli sahədir. Gəlirli sahə biz məntiqlə başa düşə bilərik, amma mətndə gəlirli yox da iş tapma şansının və beynəlxalq səviyyədə iş tapma şansının çox olduğunu işarə edir. It will help her to move abroad. Bu ona xaricə köçməyə kömək edəcək dediyi üçün bu da səhvdir. 4. Choose the correct statement according to the dialogue. Diyaloqa əsasən düzgün cümləni seçin. Julia wants to choose a course as soon as
possible. Julia mümkün qədər tez kurs seçmək istəyir. Xeyr, deyir, hələ vaxtım var. The father's suggestions on a different field of study seems appealing to Julia. Fərqli bir sahədə atasının təhsil alma təklifi Julia üçün cəlbedici gəldi. Düzgündür, ekonomikanı hələ deyir gedib araşdırıb eləyəcəm də. Julia's father holds the view that studying business can be boring. Julia'nın atası düşünür ki, biznes oxumaq darıxdırıcı olar. Xeyr. Her father thinks that it might be difficult for Julia to study business. Yəni atası düşünür ki, Julia üçün biznes oxumaq çətin olar. Çətin olarsa niyə qızına məsləhət görür bunu? Her father thinks that she will enjoy doing film studies. Onun atası düşünür ki, o film studilərdə oxumaqdan həzz alacaq. Yox, hətta atası orada bir cümlə deyir ki, film studiyini oxuya bilərsən, amma deyir orada sonra iş tapma şansı az olacaq. So, düzgün cavab B variantıdır 4-də. Complete the sentence according to the dialogue. Diyaloqa əsasən cümləni tamamla. Julia believes that. Julia inanır ki. Her friend can easily find a job. Dostu asanlıqla iş tapa bilər. Xeyr. Film studies sound less exciting. Yəni kino təhsili daha az həyəcanlı, maraqlı kimi gəlir. Yox, əksinə deyir, maraqlıdır. She has poor knowledge about maths. Xeyr, riyaziyyat bilikləri yaxşı idi, fransızda pis idi. She needs to refer to web sources for extra information. Əlavə məlumat üçün web mənbələrə müraciət etməlidir. Yox. She will bu düzgündür, sorry. D variantı düzgündür. Əlavə məlumatlar üçün web mənbələrə müraciət etməlidir. Düzgündür. She will not be successful in any area of business. Biznesin heç bir sahəsində uğurlu olmayacaq deməsi isə yenə də səhvdir. So, gəlin keçək mətninə. Deməli, birinci mətnimiz şokolad haqqında idi. Deməli, şokoladın keçmişdə hansı millət tərəfindən istifadə olunması və yaxud da ki, o millət tərəfindən şokoladın necə zənn olunması haqqında idi. Məsəl üçün, burada deyir ki, bu abzasda deyir ki, yəni yalnız bir neçə ərzaq var ki, həqiqətən insanlarda etiraz falan oyadır və bu a passion that goes beyond simple enjoyment of sugary treats like candies or desserts, yəni şirniyyatlar və yaxud da ki, konfetlər nədir ona da adi sadəcə bu şirniyyat və konfetdən gələn həzdən daha çox istək olur bu şirniyyatlara qarşı. Bir çox deyir, insanlar deyir karamelin və yaxud da ki, kremin və yaxud da ki, bubble gum'ın və ya bu tip şirin bir şeylərin dadından həzz aldığı halda bunlar adətən çox da deyir, insanları dərin istək yaradacaq bir şey olmur. Şokolad isə deyir, bunların ən başında durandır. Şokoladı sevən insan üçün sadəcə şokolad düşüncəsi belə onlar üçün bir həzz hissi bağışlayır. Bu elə bir deyir istəməkdir ki, hətta səni can make you want to reach for a piece immediately, yəni dərhal bir parça da olsa onu əldə etməyə məcbur edə bilər. Şokolad deyir bizi psixi-aktiv maddədir. Bu deyir tropik kakao ağacının toxumlarından hazırlanıbdır. Kakao deyir 17-ci əsrdə, yəni kakao ağacını 17-ci əsrdə İsveç naturalisti Linnaeus adlandırıbdır. Bu Yunan sözüdür. Zeobrama mənası, yəni zeobrama sözüdür və mənası Allahlar üçün ərzaq deməkdir. Şokolad həmçinin şeytanın ərzağı da adlanır, amma basis of this claim is amma deyim bunun əsası o qədər də deyir, məlum, aydın olan bir şey deyil də, yəni bu termin olaraq, yəni belədirmi yoxsa yox. Kakao paxlaları deyir, Azteklər tərəfindən içkilər hazırlamaq üçün istifadə olunurdu. Stimullaşdırıcı və bərpa edici xüsusiyyətlərinə görə. Daha doğrusu stimullaşdırıcı və stimullaşdırıcılarla, bərpa edici xüsusiyyətlərlə. Şokolad deyir özü əskərlər, döyüşçülər və yaxud da ki, zadəganlar və ya keşişlər üçün hazırlanırdı. Azteklər deyir bunu çox dəyərləndirirdi, çünki onlar inanırdılar ki, bu ağıl və enerji verir. Fermentləşdirilmiş içki kimi içilən şokolad dini mərasimlərdə istifadə olunurdu. Çünki bu deyir müqəddəs qarışıq deyir, Xoçe Kelsonla bağlanırdı.
minbitlik Allah ilə. Digər maraqlı fakt odur ki, şokolad deyir bir vaxtlar Azteklər tərəfindən valyuta kimi istifadə olunurdu. Bu kakao şeyləri, paxlaları hansısa bir xidməti və yaxud da ki, malı almaq üçün ticarətdə istifadə olunurdu. Son tədqiqatlarda hansı ki 8000 kişi üzərində araşdırılıb Harvard 8000 study of sorry 8000 Harvard Universitetinin məzunlarının tədqiqatında göstərilib ki, şokoladdan uzaq duranlar şokolad yeyənlərdən daha az yaşayırlar. Yəni şokolad yeyənlər daha çox yaşayırlar. Onların uzun ömürlülüyü ola bilsin ki, tərkibindəki yüksək səviyyədə polifenoldan ibarətdir və deyilir ki, they are said to protect against heart disease, ürək xəstəliklərinə qarşı da qoruyur. Baxaq birinci suala. Chocolate which was associated with the goddess of fertility was consumed in Aztecs religious ceremonies. Deyir, şokolad hansı ki minbitlik Allahı ilə ya da bolluq Allahı ilə əlaqələndirilirdi. Aztek dini mərasimlərində istifadə olunurdu. Bəli, trudur. Bayaq yuxarıda da dedik ki, şokolad dini mərasimlərdə istifadə olunurdu. Burada. Taken fermented as drink, chocolate was used in religious ceremony because this secret mixture was associated with the Pachecos. So, the Aztecs used chocolate as a common food for all people in their society. Şokolad deyir, adi ərzaq kimi istifadə olunurdu. Cəmiyyətdəki bütün insanlar üçün səhvdir. Yuxarıda biz nobility dedik, priest dedik, bir də ki warriors dedik. 6.3-də Azteklər zənn edirdilər ki, kakao paxlaları dəyərlidir, çünki onlar inanırdılar ki, bu ağıl və enerji verəcək. Okay, bu düzgün cavabdır. True'dur. 6.4-də The study of 8000 Harvard graduates shows that chocoholics have shorter lifespans than the ones who don't eat. Deyir ki, şokolad yeyənlərin daha az həyat müddəti var, nəinki yeməyənlərin səhvdir. Şokolad yeyənlərin deyir, daha çox yaşama müddəti var. 7-yə gələk. Mətndə altından xətt çəkilmiş söz. Altından xətt çəkilmiş söz mətndə property sözüdür, xüsusiyyət. O da characteristics or quality of something. Nəyinsə xarakteristikası və ya keyfiyyəti. A divine female, yəni qadın ilahə, bu goddessdir. The amount of resources or product available for use or sale, bu deyil. Deyir ki, əldə olan resursların satış üçün əldə olan resursların miqdarı, istifadəsi və ya satış üçün əldə olan malların miqdarı deyil. Yəni xüsusiyyət deyil bu. The state of being successful, uğurlu olma vəziyyəti deyil, properties. Y variantında da deyir ki, the state of being extremely poor, yəni çox kasıb olma vəziyyəti deyil. Heç biri deyil bunları. Keçək 8-ə. As chocolate was linked to the Aztecs goddess of fertility, it was utilized. Şokolad deyir, Azteklərin bolluq tanrısı ilə, ilahəsi ilə əlaqələndirildiyi üçün bu istifadə olunurdu. Rituals dedicated to their goddess. Onların ilahəsinə həsr olunmuş rituallara. Güclü silah yaratmaq üçün deyil. B variantında cavan əskərləri, döyüşçüləri məşq etdirmək üçün deyil. D variantında deyir gündəlik, əhalinin gündəlik yeməyində deyil. Y-də də deyir ki, sağlam malqaranın, bir dəqiqə malqaranların sağlamlığını təmin etmək üçün. Bu da deyil. Cavab A-dır. 9. For someone who truly loves chocolate, even the mere thought of it can bring about a wave of pleasure. Deyir ki, şokolad sevən insanlar üçün hətta deyir şokoladın azmaz belə düşüncəsi belə həzz dalğası gətirə bilər. Bu deməkdir ki, yəni şokolad sevən adam belə şokolada adi düşünəndə belə o şokoladı yanında aldığı həzzi alır. For a true chocolate lover, just thinking about chocolate can never create dediği üçün heç vaxt həzz hissi yarada bilməz dediği üçün asəfdir. For a person who deeply enjoys chocolate, even the simple thought of it can trigger a surge of happiness. Bu düzgündür. Deyir, şokoladı dərindən sevən insan üçün hətta balaca fikir belə, sadə bir fikir belə bu haqda onun xoşbəxtliyinin artmasına gətirib çıxarda bilər. C variantında indifferent sözünə görə səhvdir. İnsanlar kim ki şokolada laqeyddir dediyi üçün səhvdir. D-də deyir ki, insanlar kim ki şokolada nifrət edir, nifrət etməyə görə səhvdir. Y-də isə deyir ki, əgər insan şokolad sevəndirsə, şokolad haqqında düşünəndə o iyrənəcək dediyi üçün disgusted sözünə görə də səhvdir.
10-cu sual. Hansı sualın cavabı var? Who named the cacao tree and what does the term the Obrama means? Yəni kim şokolad adı, kakao tree'nin adını qoydu və Obrama adının mənası nədir? Dedik Obrama Yunan sözündən götürülübdür. Mənası Allahlar üçün ərzaq deməkdir və onu adlandıranda Swedish naturalist Linnaeus'dur. Yəni birinci sualın cavabı var. İkinci sual. Why was chocolate so important for Aztecs? Şokolad niyə Azteklər üçün belə vacib idi? Çünki onlar bunu ilahələri ilə əlaqələndirirdilər. İlahələri ilə. So, üçüncü, which civilization first discovered the cacao tree? Hansı sivilizasiya ilk dəfə kakao ağacını kəşf edib? Yoxdur. In which year was the first chocolate bar made? İlk dəfə şokolad pletkası nə vaxt hazırlanıb? Yoxdur. What is the modern day country where cacao trees were first cultivated? İlk dəfə kakao ağaclarının yetişdirildiyi müasir ölkə haradır? Bunun da cavabı yoxdur. Keçək, yəni burada bu suallarda düzgün cavablarımız 10-cu sualda 1 və 2-dir. Keçək digər mətnə. Digər mətndə isə plastik haqqında danışır. Deyir, plastik gündəlik istifadə etdiyimiz materialdır. İlk plastik deyir 100 il əvvəl bitkilərin hissələrindən istehsal olmuşdur. Plastik indi deyir neft, kömür və təbii qazdan da hazırlanır. Biz deyir bu şeyləri o qədər çox sürətli istifadə edirik ki, yer kürəsi deyir bir gün deyir bu ehtiyatları bitə bilər. Çünki buna görə də deyir alimlər deyir yeni yollar axtarırlar ki, plastiki bitkidən, yəni şirin kartoşkadan, bambuk və flaxdan hazırlasınlar. Deməli, davamında ikinci abzasdakı cümlə qalır, onu saxlayaq, sonra o iki cümləni tərcümə edirəm. Bəzi plastiklər deyir, uzun müddət deyir, korlanmadan qala bilər və bunlardan can qurtarmaq çətin ola bilər, hətta onlar lazım olmayanda belə. Zibil qablarında çox qala bilər, yəni zibil atılan yerlərdə, hansı ki zibilxanalardır, yüzlərlə il qala bilər orada. Zibilxanalar iyili ola bilər, eybəcər ola bilər və təbiət üçün, planet üçün ziyanlı ola bilər. Yenidən emal eləmək deyir, belə istənilməz plastiklərdən uzaq durmağın yollarından biridir. Bu tullantı materiallarını yenidən emal eləmək, yəni yeni məhsul istehsal etməyə kömək edə bilər. Bu o deməkdir ki, this can be difficult as bu çətin ola bilər çünki müxtəlif növ plastiklərin müxtəlif növdə də yenidən emal olunmasına ehtiyac ola bilər. Bəzi plastik növləri əridilə bilər və istifadə oluna bilər yeni çantalar və butulkalar düzəldilməsi üçün. Digərləri isə fibrlər, yəni liflər düzəldilə bilər paltarlar üçün. Ətraf mühiti qorumağın digər yolu da kətan çantalar istifadə etməkdir bazarlıq üçün, nəinki plastiklərdən. Çoxlu plastik əşyalar yenidən istifadə oluna bilər. Plastik butulkalar deyil, doldurula bilər bir neçə dəfə, nəinki onları bir dəfə istifadə edib atmaq yerinə. İstənilməyən plastik əşyalar, CD-lər və oyuncaqlar da satıla bilər və yaxud da ki, xeyriyyə cəmiyyətlərinə, xeyriyyə yerlərinə verilə bilər. 11.1-də indi. The first plastics were made from oil, coal and natural gas. İlk plastiklər neft, qaz və kömürdən hazırlanıb səhvdir. İndi elə hazırlanır. Nə o deyir? İlk yox. All types of plastic can be easily recycled using same methods. Bu da səhvdir. Dedik ki, fərqli növdə plastiklər fərqli cür recycle olunmanı istəyə bilər deyə false-dur cavab. Scientists are investigating new ideas for making plastics from metals like aluminium and steel. Alimlər deyir, yeni yol axtarırlar, alüminium və poladdan plastik eləmək. Yox, dedik ki, sweet potatodan, flaxdən və yaxud da ki, bambukdan hazırlamanın yeni yollarını axtarırlar. Certain plastics are highly durable and resistant to degradation, making them hard to dispose of. Bəzi plastiklər deyir, həddən artıq çox dözümlüdürlər və onlardan can qurtarmaq çətin olur. Onlar da degradasiyaya uğramır, çürümürlər, yəni deyək, yox olmurlar təbiətdə. 12. To get rid of sözünün mənası nədir? To get rid of canını qurtarmaq, aradan qaldırmaqdır. O da to remove or eliminate something or someone that is unwanted or no longer needed. Yəni, A variantı düzgündür. B-də deyir istehlak eləmək, get rid of istehlak etmək deyil. C-də deyir ki, to become damaged, yəni zərər görmək, zədələnmək deyil. To change from a solid to a liquid state, deyir ki, 5 formadan maye formasına keçmək, D-də bunu deyir səhvdir. Y-də də deyir ki, istifadə eləməklə bağlı deyil, get rid of canını qurtarmaq deməkdir.
13. Hansı cümlə ikinci paragrafı başlaya bilər? İkinci paragrafda fikir versək deyir ki, bəzi plastiklər uzun müddət qala bilər, korlanmadan falan. Onlar zibilxanalara atılır, yüz illərlə orada qalır. Deməli, nəsə plastiklə bağlı, yəni mənfi cümlələrdən birini seçə bilərik. Things made from plastic can be useful for people but bad for the planet. Hə, deyir, plastikdən hazırlanmış şeylər insanlar üçün yaxşı ola bilər, amma planet üçün pis ola bilər. Sonra planet üçün niyə pis olduğunu deyir. Hətta axırıncı cümləsində də qeyd edir ki, planetimiz üçün ziyanlı ola bilər. B variantında deyir ki, yeni növdə plastik var ki, hansı ki çürüyə biləndir və təbiətə ziyan vurmur. Amma o paragraf ziyandan danışır. C-də deyir ki, digər paketləmələrdən müqayisədə plastik deyir ən ucuzdur və təhlükəsizdir. Yenə də paragraf o barədə deyil. Paragraf çirklənmə, onun vurduğu ziyandan danışır. D-də deyir ki, plastik daha az ziyansızdır. Xeyr, ziyanlıdır. Y-də də deyir ki, məsləhətli deyil ki, plastikin istifadəsinin qarşısı alınsın. Yəni, mətnin əslində alınmasına işarə eləyirdi. Y də səhvdir. Düzgün cavab 13-də A variantıdır. Keçək 14-cü suala. Deməli, what is one recommended method to reduce environmental harm caused by plastic? Plastiklərin ziyan vurduğu ətraf mühit zərərlərindən can qurtarmağın yollarından biri nədir? Purchase new plastic products to replace old ones. Yeni plastiklər almaq və köhnələri ilə əvəz eləmək. Yox. Use natural material like paper for all products instead of plastic. Bütün məhsullar üçün kağız kimi materialdan istifadə etmək. Əslində burada canvaslardan danışdı, nəinki kağızlardan danışdı deyə. Yəni kətan materialı bir şeydən danışdı, kağızdan danışmayıb deyə bunu da götürmürük. Refill plastic containers multiple times instead of discarding them after use. Bu düzgündür və axırıncı abzasda da dedik ki, bir dəfə alıb istifadə eləmək yerinə plastik butulkaları bir neçə dəfə doldurub istifadə edə bilərik. D variantında deyir ki, plastik tullantıları atmaq dərhal səhvdir. Burada onsuz da yenə də deyir ki, ya recycle olmalıdır, ya da belə təzən istifadə olmalıdır, ya da canva baglər istifadə olmalıdır. Y-də də deyir ki, bütün plastikləri metal alternativləri ilə əvəz eləmək, mətndə metal alternativləri ilə əvəz eləmək haqqında nəsə yoxdur. 15. Which of the following questions does the passage answer? Hansına mətn cavab verir? What are some current sources used to make plastic? Plastiki düzəltməyin hal-hazırki yəni mənbələri nədir? Qazdır, kömürdür və oildur. Why are landfills problematic to environment? Zibilxanalar niyə ətraf mühitə ziyan vurur? Çünki iyli olurlar. Buradakı cavab idi. Landfills can be smelly and ugly. Eybəcər və iyli olurlar və təbiətə, planetə ziyan vururlar. What is one way that unwanted plastic objects can be used? Yəni, istənilməyən plastiklərin istifadə olunma yollarından biri hanı? Bayaq dedik, təzədən doldurula bilər. Və yaxud da ki, bu istənilməyən şeylər, CD-lər falan charity shoplara bağışlanıla bilər. How does plastic harm marine life? Dəniz həyatına necə ziyan vurur? Cavabı yoxdur. Which type of plastic is the most commonly recycled into clothing fibers? Hansı plastik deyir, fiberlərə çevrilə bilər? Bunda cavabı yoxdur. 16. Bilirik ki, before zaman bağlayıcısıdır. Zaman bağlayıcısından after'ı çıxmaq şərti ilə hamısından sonra gələn birinci present simple ya da past simple olur deyə. Burada 1 və 5-i çıxdıq. 2, 3, 4 düzgün ola bilər. Gələk zaman uzlaşmasına. Returned ilə has returned before-da uzlaşmır. Əgər orada since olsaydı ola bilərdi. Amma before-da past-la pastlar uzlaşır. Ya da present-lə present və ya present-lə future. Ona görə 2-ni də çıxdıq. Düzgün cavabımız 3, 4-dür. Before-dan sonra present simple gəlirsə, o birisi future ilə bağlı. Before-dan sonra past simple gəlirsə, o birisi past perfect olur. 17. Exhausted taqətdən düşmüşdür. Advanced öncül, irəli getmiş, inkişaf etmişdir. Resistance isə müqavimət göstərəndir. Exhausted əldən düşmüş, extremely tired or worn out, 1-ə A. Advanced inkişaf etmiş, having progressed or developed to a higher level, 2-yə B. Burada progress, develop sözü üstə açardır. Resistance isə müqavimət göstərən, having the ability to withstand or oppose. Oppose zid durma, əks olma, withstand da yenə də müqavimət göstərməkdir. Yəni 1A, 2B, 3C, 17-ci sualın cavabı A variantıdır. 18. Make up a dialogue. Dialoqu düzəldirik. Dialoqu düzəldiriksə, bir dənə baxsaq burada variantların hamısında baxın, that sounds great. Əla səslənir. Nədir əla səslənir? Hələ heç nə danışmamışıq. 2-ni çıxdıq. What about 7 p.m.? Onsuz üstdən başlayan bir variant yoxdur. Gedək digərinə 5-ə baxaq.
I was thinking about watching a new action movie. Deyir ki, mən yeni bu action movie-yə baxmaq barədə düşünürdüm. Ardıyla gedir, hə, möhtəşəm səslənir. What movie do you want to see? Hansı kinonu görmək istəyirsən? Deyir kinonu, sonra da deyir hansı kinonu görmək istəyirsən? Birlə başlayan variantlara baxaq. Hey, do you want to go to cinema this weekend? Bu həftə sonu kinoteatra getmək istəyirsən, kinoya getmək istəyirsən. Bu deyir, that sounds great. Əla səslənir. Hansı kinoya getmək istəyirsən? Bu deyir ki, mən deyir düşünürəm ki, bu yeni action movie-yə gedim. 6, I am in, yəni mən də razıyam. What time should we go? Saat neçədə getməliyim? O deyir ki, saat 7 PM necədir 6-cı gün? Bu deyir perfect, əladır. Let's get the tickets online now. Gəl indi online bilet alaq. Elə A variantı düzgün cavabdır sıralamaya görə. 19. Düzgün bağlayıcını qoyuruq. The air conditioner wasn't working. The hall was too hot. Kondisioner işləmirdi. Zal çox isti idi. İşləmədiyi üçün çox isti idi deyər. Since-dən də as 3-ün tərcüməsini verdiyi üçün 19-cu sualın düzgün cavabı C variantıdır. Və 20. Complete the sentence deyirsə, cümlə ortasına sual sözü if və ya vəzə gəlirsə, burdalardan sonra birbaşa mübtəda verəcəksiniz. Köməkçi falan verməyəcəksiniz deyə variantlara baxaq indi. Deməli, when she has received the parcel səhvdir burada. Vəndən sonra has passportu, yəni present perfect gəlmədiyi üçün çıxdıq. Why she hadn't received the parcel yet for, why for olmur deyə B variantında çıxdıq. C variantı want to know-dan sonra zət bağlayıcısı gəlmir deyə səhvdir. D variantında Terry wanted to know who hadn't received the parcel yet düzgündür. Kim hələ də bağlamanı almayıb. Niyə düzgündür? Who-dan sonra cümləndə birbaşa xəbər gəlib. Köməkçi mübtəda xəbər gəlsəydi səhv idi, amma birbaşa xəbər gəldiyi üçün düzgündür D variantı. Y variantının səhvi isə nədən ibarətdir? By whom had the parcel been received dediyi üçün səhvdir. Yəni köməkçi mübtəda xəbər, cümlə ortasında da köməkçi mübtəda xəbər gəlmədiyi üçün sual sözlərindən sonra Y variantı yanlışdır. Bu qədər. Uğurlar.